Yoldaşlar, bugün lüğətin izahını verəcəm sizlərə. Bununla yanaşı bu isə son videomuz olur və lüğəti bitiririk. Ucuzlaşmaq sözü rahat sözlərimizdən biridir. Universitet olacaqdır. Universitet olacaqdır. Unutqanlıq, usta dıya çevrilir. Ustadnamə sözündə uzanma olacaqdır. Dıya çevrilmə olacaq. Ustalıqla da keyfiyyət və kəmiyyət fərqi. Uvertüra olacaqdır yoldaşlar. Ü olacaqdır. Birinci U, ikinci Ü. İllüziya sözündə olduğu kimi Ü. Uyğunsuzluq sözü uzaq görənlik, uzaq görənliklə uzun saçlı, bəli, çığlı olanda şıdı olur. Uzunluq ölçən ğıya çevriləcəkdir. Sait gəlib özündən sonra. Çı və d olanda şı kimi tələffüz olunur. Üşdüymə. Üfüq sözündə yoldaşlar, deməli, qıya çevrilmə var. Biz demişdik, ı və ü saiti uzanmır. İstisna sözümüz üfüqi sözü idi ki, ikinci ü'nün uzanmasına rast gəlirdi. İstisnalar isə qaydanı pozmur. Ürək açan, üslubiyyat sözünə baxırıq, y-nın biri düşür. Üstünlük sözündə qoşalaşmanı görürük. Həmçinin dəyişməni də görürük. Üsyankar, uzaq görənlik, üzgünlük. Yoldaşlar, bilirəm ki, əksəriyyətin bilirsiniz. Rahat sözlərdən biridir. Yəni, özünüz baxsanız belə fərqi görəcəksiniz. Mən daha çox testdə düşən, çaşdırıcı məqamların izahının üstündə qalacağam. Üzrxahlıq sözündə üzr yazılır, üzür deyilir. Üzürsüz sözü də eyni qaydaya tabi olaraq bir hecalı sözdür, amma deyilişdə iki sait kimi tələffüz olunur. Vağzal, vahidlik, vaxtsız sözündə t-nın düşməsi var. Vaqiyə sözündə va uzanır və y girir. Valentlik sözü rahatdır. Var dövlət. Vegetasiya, bəli, bilməliyik bu sözü. Vegetasiya, vegetasiya olacaqdır. Velosiped olacaq. Velosiped, çoxları bunu da bilmir. Vermişel sözü çox düşən sözlərimizdən biridir, yoldaşlar. Vermişel, bunu vermeşel kimi də verə bilərlər. Yəni, müxtəlif formalara salıb verirlər. Vermişel olacaq. Yəni, hər iki tərəfində e, ortada i hərfi olmalıdır. Yazda saxlayın. Vestibül olacaqdır. Ərc, vest sözləri demişdim, defslə yazılır. Çox vaxt bunu yoldaşlar götürür, nədənsə defslə yazılır. Vestibül bitişik yazılacaq. Veteran sözünü yadda saxlayın. Vetran verə bilərlər sizə. Veteran. Veyillənmək sözündə i yoxdur gördüyünüz kimi. V, e, y, l, l. Avtomatik y qoşallıqlar gəlibdir. Bu sözün tələffüzündə i olacaqdır. Vəkalətnamə, vərəqləmək, vəsait verilir və y girəcəkdir. Vəsfi hal sözündə defslə yazılacaqdır. İzafət tərkibi kimi halın vəsfi deməkdir. Burada tələffüzdə iki v-nı görürük biz. Vəsiyyət sözündə y düşür, vətənpərvərlik. Vint bağlayan olacaqdır, açığın qapalıya çevrilməsi. Virus sözündə virus i ilə yazılır. Virus. Vitamin sözünü yadda saxlayın ki, burada uzanma yoxdur. Vitse çempion olacaqdır. Deməli, bura bir dənə y girir. Vokalçı, vokalçı olur. Voleybol, voleybol olacaqdır. Vücudnamə, vüqarla. Gəlin bir dənə v hərfini təkrar edək sizlərlə. Ü-nü də eləmişdik. Üfüqi sözündə uzanmanı dedik. Gəldik v-ya. Vaxtsız sözündə t-nın düşməsini dedik. Vegetasiya olacaq. Vegetasiya. Velosiped olacaq. Vermişel dedi. i ortada iki tərəfində e olacaq. Vestibül bitişik yazılır. Veteran olacaq. Veyillənməkdə i yoxdur. Tələffüzdə i-ni görürük. Vəsait sözündə y-nın girməsi. Vəsval defslə yazılması. Vitamində uzanma yoxdur. Vitse çempion. Voleybol, vücudnamə, vüqarla. İndi gəlirik. Y və z sonuncu hərflərimizdir demək olar. Yabani, yabanı olacaq. Yabani yox, yabanı olacaqdır. Qalın hamısı yağışlı. Daha sonra yaxınlaşdıqca yaxınlıq, yaxud bağlayıcı olacaqdır və yaxud yalnız. Bunlar amonim sayılmırlar. Çünki deyilişləri fərqlidir. Birində yalnız, birində yalnız. Yanıltmac sözündə ç, yanlış sözündə birinci n sonralı gəlir. Beyin yanır ki, yanlış eləyir. Yararlanmaq sözü, yarımdairə sözü. Daha sonra yarmarka sözündə yarmarka
yazılır, elə yarmarkada deyilir. Yastıq, yaşıl başlı, yayımlamaq, yeknəsək sözündə q ilə yazılır. Sifət və zərf kimi işlənir. Yeknəsək k ilə deyilir. Yeşik, yetkinlik, yeyə sözü əgər alətdirsə, bu sözü yeyə verməlisiniz. Yeyə yox. Yırğalamaq feildir. Amma yeyə olanda isə bunun mənası sahib olacaqdır. Yəni eylə olanda alət, yeyə olanda onun yeyəsi. Yorğunluq, yubiley yox, yubiley olacaq. İ var burada. Yüzlərlə 100 manatlıq olacaqdır. Yerfinin təkrarına baxırıq. Yabanıda hamısı qalın olacaqdır. Yalnız və ədat zərf kimi işlənsə də amonim demirik. Vurğu fərqi var. Yanlış sözünə baxanda birinci n olacaqdır və bu sözün tələffüzü yanlış olmur. Yadınızda qalsın ki, yanlış olacaqdır. Qoşalaşma burada nəzərə çarpmır. Yarmarka sözündə fərq yoxdur. Yeknəsək sözü ikinin itki hissəsi sifət və zərf, yeşik, yeyə alətdir, yeyə sahibdir, yubiley olacaqdır i-nin olması. Və sonuncu sözümüzə gəldik. Şükür Allaha. Zadəcan olacaqdır a-nın uzanması. Zahirən də uzanma yoxdur. Ən ümumiyyətlə ən şəkilçisi uzanmanı yox edir. Zahiri sözündə uzanma var. Zanbaq yazılacaq yoldaşlar. N ilə gün, zan, şən, şənbə, günbə, zanbaq. Zarafatlaşmaq. Lampa necə idi? Bəli, m ilə yazılırdı. Lampa. Zarafatlaşmaq sözündə, zehinli sözündə, zehin yox yoldaşlar, zehin olacaqdır. Zeytunluq, zəfəran, zafaran müxtəlif formalarda verə bilər. Zəfər, zəfər sözündən yadda saxlayın. Zəfər, zəfəran. Zəhmli sözü, zəhm sözü birəcalı sözdür. Zəmanətli sözünə baxanda zənbil, bəli, zənbildir, zambaqdır, gündür, şənbədir. Bu sözlər n ilə yazılacaqdır. Zəncülə yox, zəncula, zəncülə olacaqdır. Zərflik, zəriflik, ziddiyyət, zülmlə və zürafə uzanma olacaqdır. Zadəcan olacaq. Zadə. Zahirən sözündə vurğu birə düşür, uzanma yoxdur. Zambaq n ilə yazılacaq. Zehinli iki hecalı dedik, zehin sözü iki hecalıdır. Zəfəran sözü, zəfər sözündən yadda saxlayın. Zənbildə zən olacaq. İnsanın zənnindən nəsə belə yadda saxlayın ki, zən. İmtahanda zənbil gəlib düşəndə tez onunla bağlı sözü xatırlamağa çalışın ki, müəllim demişdi zənlə yadda saxlayın. Zılarda əsasən n, yəni bu sözlərdən zaten biri düşəcəkdir sizə. Ya zambaq ya zənbil. Onu da bilin ki, n ilə yazılır da hər ikisi də. Zülmlə zürafə. Bu qədər yoldaşlar. Ümid edirəm ki, izahım sizlər üçün faydalı oldu. Sağ olun, salamat qalın.